Avropa ölkələri arasında LPG-nin ən ucuz satıldığı ölkə Ermənistan olub. Yenavaz.com məşhur Auto Travel portalının açıqladığı məlumata istinadən xəbər verir ki, Ermənistanda LPG-nin 1 litrinin orta qiyməti 0,32 avro təşkil edib. Avropa ölkələri arasında LPG-nin ən baha qiymətə satıldığı ölkə isə Böyük Britaniya hesab olunur. Bu ölkədə LPG-nin 1 litri 1,16 avroya satılıb. Avropa ölkələri arasında ikinci sırada olan Azərbaycanda LPG-nin 1 litrinin qiyməti 65 qəpiyə bərabərdir. Avropada LPG-nin Azərbaycan ilə eyni qiymət olduğu ölkə Rusiyadır. Siyahıda Avropa ölkələrində LPG-nin orta satış qiyməti göstərilib.